Bir qrup vətəndaş Milli TV-yə müraciət edərək 2005-ci ildən etibarən yaşadıkları Turan hərbi yataqxanasından çıxarılmaları ilə bağlı narazılıqlarını ifadə edib. Sakinlərin sözlərinə görə onlar artıq 21 ildir həmin ünvanda yaşayırlar və bu müddət ərzində ailə və sosial həyatlarını burada qurublar. Vətəndaşların bildirdiyinə görə binanın əsaslı təmirə bağlanacağı əsas gətirilərək yataqxananı tərk etmələri tələb olunur. Lakin sakinlər vurğulayırlar ki, onlara təmirdən sonra yenidən həmin binaya qayıdıb-qayıtmayacaqları barədə heç bir məlumat verilməyib. Şikayətçilər bildirirlər ki, köçürülmə ilə bağlı alternativ yaşayış yeri təklif olunmayıb. Onların əsas tələbi isə belədir. Əgər yataqxanadan çıxarlarsa, ya kompensasiya ödənilsin, ya da ailələr üçün uyğun yaşayış yeri təmin edilsin. Sakinlər qeyd edirlər ki, aralarında az yaşlı uşaqlar, yaşlı şəxslər və sosial həssas qrup nümayəndələri də var. Onların fikrincə, qeyri-müəyyən və təminatsız köçürülmə ailələrin sosial vəziyyətinə ciddi təsir göstərə bilər. Abdurrahimova Elnarə 2018-ci ildən bu Turan hərbi ailəvi yataqxanada qalıram. Bir oğlumla 14 kvadrat otaqda. Demək istəyirəm ki, 20 ildən artıq mən də xidmət eləmişəm. Növbəni gözləyirəm, ancaq... Üzrüm, harada xidmət etmişsiniz? Mən silahlı qüvvələrdə xidmət eləmişəm. 20 ildən artıq. Zabit olaraq? Kiçik baş çavuş olmuşam. Bizi dinləyən yoxdur. Başa düşürsünüz? Biz burada neçə nəfər sakinlər, burada pensionerlər, təqaüdçülər də var, hərbi xidmət eləyən. Sonra burada mülkülər də var, hərbi müəssisələrdə işləyən. Hətta zabitlər var. Bəli, hal-hazırda xidmətdə olan zabitlər də var. Belə olmaz axı. Biz köməklik istəyirik. Biz başqa şey istəmirik ki. Biz demirik ki, bizə imarət verin. Bizə bir sığınacaq verin. Bir vətəndaş kimi, bir Azərbaycan Respublikan vətəndaşı kimi hamının adından, burada yaşayan sakinlərin də adından biz cənab prezidentdən köməklik istəyirik. Hörmətli izləyicilər, biz hal-hazırda Bakı şəhəri Yasamal rayonu Hüseyn Zabit prospekti 182 ünvanında yerləşən Turan hərbi yataqxanasındayıq. Beləliklə, hərbi yataqxanada vaxtı ilə məskunlaşmış sakinlərin müraciəti, şikayəti əsasında biz buradayıq. Gəlin, biz onların özlərindən şikayətlərini dinləyək. Burada nə baş verir? Daxil olaq. Allah verdi Firdevsi İsrafiloğlu. Nə baş verir burada? Burada belədir. Deməli 2005-ci ildə burada yataqxana ilə təmin olmuşuq. Hərbidə işləyən adamlar. Onda biz Müdafiə Nazirinin müxtəlif hərbi hissələrində işləyirdik. Oradan 2005-ci ildən burada təmin olmuşuq. Yataqxananı təmir eləyib 2005-ci ildə. Bizə yaşamaq üçün veriblər. Xəstəliyimlə bağlı pensiyaya çıxmışam. 15 il hərbi xidmətim var. Neçənci qrupsuz? İkinci qrup əlilliyim var. Hal-hazırdakı vəziyyət belədir ki, yataqxananı sökəcəklər. Bura söküləcək. Bunun ətrafdakılar da hamı... Məlumatda bildirilib ki, əsaslı təmirə... Əsaslı təmir 5 mərtəbə binadır. Bu əsaslı təmirdə heç bir əsaslı təmir bu boş ehtiyacı yoxdur yəni. Yoxdur. Bu əsaslı təmir 20 il bundan qabaq təmir olunmuş bina tam əsaslı təmir eləyib bizi köçürürlər bura. Bunu nə əsaslı təmir eləyirlər ki? Yataqxanalar var. Çöldən baxanda adam şəhər mərkəzində olan yataqxanadır. Nə təmir ehtiyacı yoxdur. Bu məlumatı kim verib sizə ki, əsaslı təmirə bağlanır? Məktub yazıblar. Mənzil İsmail. Məktub harda? Mənzil İsmail idarəsində. Orada məktub göndəriblər ki, qeyri-şərtsiz heç bir təminat olmadan tərk eləyin buranı. Elə bil biz buranı zəbt eləmişik, belə çıxır. 21 ildir burada yaşayırıq. Hamımız pensioner adamlarıq. Hərbidə ola. Mən hərbidə ola buranı zəbt eləyə bilərəm. Mənim əslən ailə üzvüm 5 nəfər ailə üzvüm var. Körpə uşağıyla. Mənim heç yeri, başqa bir yerdə qalacaq yerim yoxdur. Çıxdım buradan. Buradan çıxdım, dedilər çıxdım. Küçədə qalmalıyam da. Təmin eləmirlər. Yox, təmin o barədə ümumiyyətlə söhbət gedir. Təzminat da ödənilmir. Heç bir şey. Eləcə konkret yazırlar ki, çıx. Vəssalam. Çıx bir kəlmə. Asif Kərimov. Mənziliniz neçə otaqdan ibarət? Bir otaqdır. Bir otaqda neçə nəfərsiz? 5 nəfər. Biz prezidentimizdən artıq dərəcədə xahiş edirik ki, bizim bu məsələmizə bir yanaşsınlar. Xahiş edirik ki, bizi elə-belə çölə atmasınlar. Behbudov Zabil, ehtiyatda olan Çavuş Behbudov Zabil. 2005-dən burada bizdə hərbi yoldaşlarım kimi təmin olunmuşuq. Eyni zamanda Səfər Əbiyevin Asım müəllim dediyi kimi Keçmiş Müdafiə Naziri. Keçmiş Müdafiə Naziri hərbçilərin ailə vəziyyəti yaxşı olmaq üçün buranı ailəvi yataqxana elədilər. Amma indi qarşı tərəf deyir ki, bura xidmətidir.
Biz əmri məhkəmədə, apellyasiya məhkəməsində 27-si mənim apellyasiya məhkəməm oldu. Məhkəmənin qərarı deyir ki, boşaldılmalısınız. Bura təmirə dayanır. Təmirə dayanır. Mən dedim təmirə dayanır, lap yaxşı. Təmirə dayandırın. Bizlə kirayə müqaviləsi bağlayın. Biz gedək kirayə qalaq, sonra bizi yenə yerləşdirin. Biz onsuz da əziyyət çəkmişik. Ailəmiz, uşaq, biz hərbiçiyik. Biz vətənimizin yolunda hər şeydən keçmişik. Çətin torpaqda yatmışıq. Müharibə veteranım 3-cü qrup əllər. 1-ci Qarabağ müharibəsi var. Bəli, 1-ci Qarabağ müharibəsi veteranıyım. 3-cü qrup əllərini gözləndə mən çıxmışam. Üzr istəyirəm, qızımın 15 yaşı var, oğlumun 12 yaşı. 18 yaşından da mənim onların kirayə pulu kəsilir. 375 manat kiraya qalmaq mümkün deyil. Dövlətin mənə 400 manat pensiya verir, 3-cü qrup əllə, maaşım 35%. Mən onu ailəm üçün istifadə edirəm. Amma kirayə pulu məni qane eləmir. Kirayə pulu 375 manat hesab qalma olmur. Kirayəçinin də deyir 25%-ını siz ödəməlisiniz. Yəni kirayəçinin deyir mən təmiz pulumu almalıyam. Deyirəm möhtərəm hakim, bəs çatmır axı bu kirayə pulu da mənə çatmır. Mən hardan alım o kirayə pulu? Nə qədər ki kirayə pulu elə bilən ki sabah uzaq Allahın işidir. Mən dünyamı itirdimsə, mənim ailə uşağımı kirayəni dayandıracaqlar. Uşaq 18 yaşına çatdı, 3 ildən sonra onu kəsəcəklər. Cənab Prezidentdən, Mehriban xanımla, bizim xanımız, vitse-prezidentimiz Mehriban xanımla, ali baş komandanımız İlham Əliyevdən xahiş edirəm prezidentimizdən ki, bizə bizim hüquqlarımız tapdalanır. Xahiş edirəm, bizə köməklik göstərsinlər. Səfərov Tapdıq ehtiyatda olan zabit. Məhkəmənin qərarı, məhkəmə də deyir ki, siz çıxmalısınız. Məhkəmənin qərarı ilə razı deyilsiniz. Hayır, razı deyilik. Məhkəmə bir tərəfli, onlara tərəfdir. Qərarlı şəkildə. Heç kimə burada bizə heç bir imtiyazı qoymur. Bildirmək istəyirsiniz ki, məqsədli şəkildədir. Məqsədli şəkildədir, bəli. Məmmədova Məhbara Nəsib qız. Qış mövsümü aprelin 15-i qutarır. Yəqin ki, qış mövsümünə qədər icazə verərlər yaşamağa. Ancaq o günlərdə eşitmişik ki, martın 15-dən sonra gəlib qəti qərarla çıxardacaqlar bizi. İndi gəlməyib, nə deyim qabaqcadan. Amma qış mövsümündən sonra qəti mümkün deyil, burada qalmayacaq, çıxardacaqlar bizi. İndi mən bir söz demək istəyirəm. Biz vahid Azərbaycandır da. Düzdür, demokratik ölkədə yaşayırıq. Bu prezidentimizin verdiyi fərmanlar, verdiyi hamıya aiddir də Respublikada. Elə bütün vətən. Yaxşı, Bakı şəhərinin hansı küncündə, hansı rayonunda yataqxana söküləndə müəyyən miqdar təyin olunmuş kompensasiya verilir. Düzdürmü? Təzminat. Təzminat ödənilir. Mənzillə təmin etməsələr də. Biz də ən gözəl prospektdə yaşayırıq. Hüseyn Cavid prospekti, şəhərin mərkəzi. Burada yataqxanadır da, düzdürmü? Wi-Fi öz adımıza, telefon öz adımıza, sayğac, işıq, su, hamısı. Düzdür. Biz çıxan da niyə o qanun fərmanlar bizə aid olmur? Niyə bizi də müəyyən təzminatla təmin eləmirlər? Niyə? Xahiş edirəm, prezidentimizin verdiyi fərmanlara, qanunlara uyğun olaraq bizi də müəyyən olunmuş təzminatla təmin eləsinlər. Mən Əhmədova Vəfa, ordumuza xidmət edən, döyüşlərdə xidmət edən bir qadın hərbi qulluqçu, hər zaman sevə-sevə xidmət edən, bu orduya sığınan, arxa dayaq bilən, baş nazirimizdən Cənab Zakir Həsənova müraciət edirəm. Ordumuzun Ali Baş Komandanı olan İlham Əliyevə müraciət edirəm. Müraciətimin səsimə səs verməsi üçün müraciət edirəm. 56 ailənin bu binada yaşaması ilə bağlı hər bir sakinin adından, balacasından, körpəsindən, böyüyünə qədər olan bütün qardaşlarımın, atalarımın, ana bacılarımın adından müraciət edirəm. Səsimizə səs versinlər. Bizim sığındığımız, sığınacaq kimi sığındığımız, burada tək otaqlı olaraq onu özümüzə böyük bir mənzil bilərək ordumuzun yeni müstəqil olaraq ayaq üstə durmasına biz də sığınaraq o kiçik mənzilləri özümüzə bir villa kimi bilib orada sakitcəsinə, sevə-sevə yaşamağa sığınmışıq. Buna da razılaşmışıq və bugün artıq vəziyyətimiz heç də yaxşı deyil. Bizə dəfələrlə bu bina ilə bağlı məlumatlar gəlib, bir söz desələr anlayarıq. Bir deyirlər binanı
təmir edirik, sizi yenidən bura köçürərik. Bir dəfə məktub gəldi ki, binanı qonaq ev edirik. Bir dəfə də gəldi ki, sonuncu gəldi ki, bina qəzalıdır. Biz çaşqınlıq içində qalmışıq. Bütün ailə narahatlıq içindədir. Qərarlar, məhkəmə qərarları dəyişib, hamısı bizim buradan binanı tərk etməyimiz üçün qərar verilib. Biz müraciət edirik xanımımız Mehriban xanıma, qadın olaraq, kişilərimizin adından İlham Əliyevdən, baş komandanımızdır, Ali baş komandanımızdır, ona müraciət edirik, xahiş edirik, bizə dəstək olsun, ya elə bu binada yaşamağımızı, bu cür, necə deyərlər, yaşamağımıza icazə verilsin yaşayaq, ya da bizi buradan çıxarırlarsa, ya təzminatı ödənilsin, ya da bizi digər yerlərdə məskunlaşmağımız üçün şərait yaratsınlar. Mən tək ana olaraq 2 yetkinlik yaşına çatmış övladım var. Ata-anam var xəstə. Onlar məndən bir evdə yaşayırlar. Mən kirayə haqqı da almıram. Bir tək çünki mənə düşür. Onlar yetkinlik yaşına çatdığı üçün. 150 manatla mən necə gedim qalım? Yaşayım. Aldığım maaşda sağ olsun dövlətim təmin eləyir. Onu da gündəlik xərclərimizə anca çatdırırıq. Bu səbəbdən mən istəyirəm səsimizə səs versin rəhbərliyimiz. Müraciət edirəm ona. Xahiş edirəm ki, bizi yerdə qoymasın qalaq, çöllərdə qalmayaq. Heç cür biz şərait edib dolana bilməyəcəyik. Yəni gedib kirayə tutub yaşaya biləcək qədər imkanımız yoxdur. Xahiş edirəm bir daha bizə bu səsimizə səs verilsin. Uzun illər eyni ünvanda yaşayan sakinlər indi gələcək talelərinin necə olacağını gözləyir. Onlar ümid edirlər ki, aidiyyatı qurumlar məsələni tezliklə araşdıracaq və sosial vəziyyətləri nəzərə alınacaq. Hazırda hər şey qeyri-müəyyən qalır, amma sakinlər tələblərinin dinlənilməsini və ədalətli qərar verilməsini gözləyirlər.